أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Bu axşam burada mənə qoşulduğunuz üçün hamınıza təşəkkür edirəm. Allah sizi qorusun və Allahın salamı üzərinizə olsun. Yer üzündəki ən xeyirli insanlar sizinlə birlikdə olmaqdan şərəf duyuram. O fərdlər ki, Allahın hakimiyyətinə, həqiqi İslam dininə, nəbilərin və rəsulların həqiqi dininə inanırlar. O anlayışa ki, Allah tərəfindən təyin edilmiş kəsdən başqa heç kimin rəhbər təyin etmək hüququ yoxdur. Beləliklə, bugün inşallah seriyamıza davam edəcəyik. Və Hermesdən başqa bir xütbəmiz var. Bu, ağıl Hermesə xitabən adlanır. Biz Corpus Hermeticuma davam edirik və əsasən bu, ağıl ilə Hermes arasında baş verən bir xütbə, bir nitq, bir söhbətdir. Bu, əslində ağlın Hermesə vəhləridir. O, ağlın Hermesə söyləməsi və ya vəhy etməsi ilə başlayır. Diqqətlə qulaq as, oğlum Hermes. Düşünürəm ki, bu maraqlıdır. Ağlın Hermeslə necə danışması və bu müqəddəs təlimdə özünə onun oğlu kimi müraciət etməsi maraqlıdır. Sözlərimi qəlbində saxla, danışmaq mənə verildiyi üçün artıq gecikdirməyəcəm. Hermes dedi, bir çox insan Tanrı və bütün haqqında fərqli danışır və mən hələ həqiqəti öyrənməmişəm. Onu mənə aç, ağam. Çünki mən yalnız səndən gələn izaha etibar edə bilərəm. Beləliklə, burada Hermes ağlına ağam deyə müraciət edir. Ağıl isə Hermesə oğlum deyə müraciət edir. Ağıl deyir, elə isə dinlə oğlum, gör Tanrı və bütün necə nizamlanıb. Tanrı, əbədiyyət, kosmos, zaman, varoluş. Tanrı əbədiyyəti yaradır, əbədiyyət isə kosmosu meydana gətirir. Deməli, Allah hətta əbədiyyət mövcud olmazdan əvvəl də mövcuddur. O, hətta əbədiyyətdən də uca və ötədir. Və o, əbədiyyəti yaratmalıdır. İndi o, əbədiyyəti yaradanda bu, kosmosun və ya maddənin meydana gəlməsinə səbəb olur. Maddənin mövcud olması faktı avtomatik olaraq zamanı yaradır. Zaman isə varoluşu, nəsli və ya dəyişimi meydana gətirir. Allahın mahiyyəti yaxşılıq, gözəllik, hikmət və bərəkətdir. Bəs əbədiyyətin mahiyyəti nədir? Eynilik, bərabərlik, davamlılıq. Kosmosun mahiyyəti nizamdır, hər şeyin fizika qanunları ilə işləməsidir. Zamanın mahiyyəti dəyişimdir, çünki zaman hər şeyi dəyişdirir. Varoluşun mahiyyəti isə həyat və ölümdür. Allahın gücləri ağıl və ruhdur. Əbədiyyətin gücləri daimilik və ölümsüzlükdür. Kosmosun gücləri bərpa və məhvdir. Zamanın gücləri böyümə və çürümədir. Varoluşun gücləri keyfiyyət və təcrübədir. Sistem isə belə işləyir. Əbədiyyət Allahın içində mövcuddur. Kosmos əbədiyyətin içində mövcuddur. Zaman kosmosun içində mövcuddur. Varoluş isə zamanın daxilində özünü göstərir. Əbədiyyət Allaha etiva edir. Kosmos əbədiyyətin içində hərəkət edir. Zaman kosmosun daxilində özünü tamamlayır və varoluş zamanın içində baş verir. Buna görə də hər şeyin mənbəyi Allahdır. Onların mahiyyəti əbədiyyət, maddəsi isə kosmosdur. Allahın gücü əbədiyyətdir. Əbədiyyətin işi kosmosdur. Kosmos heç vaxt zaman daxilində yaranmayıb.
lakin əbədiyyət vasitəsilə daim yaranmaqdadır. Beləliklə, kosmos heç vaxt məhv olmayacaq, çünki əbədiyyət məhv edilə bilməz. Kosmosdakı heç bir şey həqiqətən yox olmur, çünki kosmos hər tərəfdən əbədiyyət tərəfindən qucaqlanıb. Hermes soruşdu, bəs Allahın hikməti nədir? Ağıl vəhy etdi. O, yaxşılıq, gözəllik, bərəkət, fəzilət və əbədiyyətdir. Əbədiyyət kosmosa nizam verir və maddəyə ölümsüz həyat bəxş edir. Düşünürəm ki, burada bir anlıq dayanmalıyıq. Bəzi məqamları vurğulamalıyıq. Məsələ burasındadır ki, ənənəvi İslamda düşünürlər ki, bir vaxt gələcək, maddi fiziki kainat məhv ediləcək. Və İmam Əhməd Əl-Həsən əleyhissalamdan bir dəfə maddi fiziki dünyanın məhvi haqqında soruşdular. O isə tam olaraq Hermesin dediyi şeyi dedi. İmam dedi ki, kosmos, yəni kainat və ya bu dünya heç vaxt məhv olmayacaq. Və burada bunun niyə olduğunu görürük. Çünki kosmosun və ya kainatın özü birbaşa Allahın əsəridir. Və o, daim davam edən əbədiyyətin əsəridir. Çünki Allah əbədidir və əbədiyyət sonsuza qədər davam edir. Əbədiyyətin əsəri heç vaxt tamamlanmır. Daim davam edir. Qaydanı başa düşürsünüz? Çünki onun başlanğıcı əbədiyyətdən asılıdır. Necə ki, əbədiyyət Tanrıdan asılıdır. Varoluş və zaman səmada və yerdə iki cürdür. Səmada zaman və varoluş dəyişməz və sarsılmazdır. Deməli, səmada aldığınız forma dəyişmir, sabitdir, lakin hələ də davam edir. Yerdə isə onlar hər zaman dəyişikliyə və tənəzzülə məruz qalırlar. Əbədiyyətin ruhu Tanrıdır. Kosmosun ruhu əbədiyyətdir. Yerin ruhu səmadır. Tanrı ağlın içindədir. Tanrı özünü harada gizlədir? Əgər Tanrını axtarırsınızsa, Tanrı haradadır? Tanrı özünü ağlın içində gizlədir. Ağıl özünü ruhda gizlədir və ya pərdələyir. Ruh özünü maddədə pərdələyir və hər şey əbədiyyət boyunca mövcuddur. Bütünün böyük bədəni ruhla doludur. Ruh ağılla doludur. Ağıl Tanrı ilə doludur. Beləliklə, indi başqa bir şeyə kiçik bir ipucumuz var. Burada əlavə bir aləm var və İmam Əhməd Əl-Həsən əleyhissalam cisimlər aləmi və fiziki aləm, ruhlar aləmi, nur aləmi və ağıl aləmi haqqında danışıb. Və əslində ağıl aləmi elə nur aləmidir. Ruh bütünü daxildən doldurur və xaricdən ehtiva edir. Hər şeyə həyat verir. Yuxarıda səmada həyat dəyişməz olaraq davam edir. Aşağıda yerdə həyat dəyişiklik və varoluş vasitəsilə hərəkət edir. Əbədiyyət istər zərurət, istər qabaqcadan bilmə, istər təbiət, istərsə də insanların ona verdiyi hər hansı adla olsun, kosmosu qoruyur. Lakin bütün bunlar həqiqətən Tanrının əsəridir. Tanrının enerjisi bütün müqayisələrdən kənar bir gücdür. İnsani və ya ilahi hər hansı bir şeydən daha böyükdür. Buna görə də Hermes, heç vaxt düşünmə ki, yuxarıda və aşağıda hər hansı bir şey Tanrı ilə müqayisə edilə bilər, yoxsa həqiqətən uzaqlaşarsan. Beləliklə, o bir daha burada israrla insanlara deyir ki, bu xalis tövhid anlayışından yapışmalıdırlar. Göylərdə və ya yerdə Allah ilə müqayisə edilə biləcək heç nə yoxdur. Və əgər bu səhvi etsəniz, həqiqətən çox uzağa düşəcəksiniz. Məryəm oğlu İsa'ya ibadət edənlər, başqa şeylərə ibadət edənlər, onlar həqiqətdən uzaq düşürlər. Bənzəri olmayan, tək olan kimi heç nə yoxdur. Düşünmə ki, başqa hər hansı bir varlıq onun gücünə sahibdir. Çünki ondan ayrı kimin həyatı ölümsüzlüyü və ya dəyişikliyi ola bilər. Əgər hər şey deyilsə, o başqa nə yarada bilərdi? Tanrı heç vaxt fəaliyyətsiz deyil. Əgər Tanrı bir anlıq fəaliyyətsiz olsaydı, hər şey hərəkət etməyi dayandırardı. Çünki hamısı Tanrı ilə doludur. Kosmosda heç bir yerdə həqiqi hərəkətsizlik yoxdur. Hər şey onun daxilində hərəkət edir və fəaliyyət göstərir. Beləliklə, hər şey daim hərəkətdədir. Kosmosda hər şey daim dəyişir.
Yaradılış aləmindəki hər şey hərəkət edir. Hər şey hər yerdə və hər zamanda davamlı olaraq yaradılır. Deməli, yaradılış davam edən bir prosesdir. Həmişə belə olub və həmişə belə olacaq. Yaradan onların hamısındadır. Yalnız bir şeyi yaratmaq üçün tək bir şeylə məhdudlaşmayıb. Hər şeyi yaradır. Gücün özü olaraq o yaratdığı hər şeyin daxilində fəaliyyət göstərir. Beləliklə, əslində hər şeyi hərəkət etdirən odur. O enerjinin özüdür və ya enerjiyə səbəb olandır. O, hər şeyin arxasındakı gücdür. Gücün özü olaraq o yaratdığı hər şeyin daxilində işləyir. O yaratdıqlarından ayrı deyil. Hərçənd onlar ona tabedirlər. İndi mənim vasitəmlə gözlərinin önündəki kosmosa bax. Bütün bədənlərin kamil bədənini, daim gənc, daim yeni, daim özünün ən gözəl çağında olan kosmosun gözəlliyini gör. Əbədiyyətin dizayn ilə nizamlanmış, onun əbədi qanununu yerinə yetirən yuxarıdakı 7 sferaya bax. Gör hər şey necə nurla parlayır. Halbuki orada heç bir atəş yoxdur. Çünki nur ziddiyyətlərin harmoniyasından doğur. Bütün yaxşılıqların atası, nizamın Rəbbi, 7 göyün hökmdarı olan Allahın enerjisi ilə meydana gəlir. Təbiətin aləti olan aşağı aləmi dəyişdirən, onların birincisi olan aya bax. Hər şeyin mərkəzindəki gözəl kosmosun təməli, bütün canlıları qidalandıran və onların anası olan yerə bax. Saysız hesabsız ölümsüz varlıqları və ölümə məhkum olanları təfəkkür et və hər ikisinin arasında vasitəçi olan ayı düşün. Hamısı ruhla doludur və hamısı onun vasitəsilə özlərinə xas şəkildə hərəkət edirlər. Bəziləri göylərdə dövrə vurur, bəziləri isə yerin ətrafında hərəkət edir. Hər biri öz nizamını qoruyur, heç biri digərinin yolunu kəsmir. Bütün bunlar ruhu və hərəkəti olan cisimlər olduğundan artıq bilirsən ki, onlar yaranışın məhsullarıdır. Yəni, cisim olan hər şeyin, hərəkət edən hər şeyin bir ruhu var. Hərəkət edən və ruhu olan hər şeyin isə bir başlanğıcı olub və bir sonu da olacaq. O, bir dəyişim keçirəcək və buna görə də o bir məxluqdur. O, insanları xəbərdar edir ki, planetar cisimlərə və ya gördükləri başqa bir şeyə ibadət etməsinlər və ya onlara ibadət etmək səhvinə yol verməsinlər. Lakin onları bir-birinə bağlayan tək bir varlıq olmadan onlar birləşib bir ola bilməzlər. Buna görə də onların hamısını tutub saxlayan bir tamamilə bir olmalıdır. Çünki hərəkətləri fərqli olsa da nizamları birdir. Buna görə də birdən çox yaradan ola bilməz. Yəni o indi yalnız bir tanrının olması faktını müdafiə edir. Çünki çoxluq tək bir nizamı qoruya bilməz. Əgər iki yaradan olsaydı, aralarında rəqabət yaranar, hər biri digərinin işinə şəkil verməyə çalışardı. Və bu dərhal bizi dayandırıb Quran-Kərim üzərində düşünməyə vadar edir. Çünki bu əslində Qurandan 100 illər əvvəl yazılmışdı. Deməli, burada Quran-Kərim nə deyir? Əgər yerdə və göydə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi mütləq dağılıb gedərdi. Ərşin Rəbbi olan Allah, onların ona aid etdikləri sifətlərdən münezzəhdir. Hermes deyir ki, əgər iki yaradan olsaydı, aralarında rəqabət yaranardı. Hər biri digərinin işinə şəkil verməyə çalışardı. Əgər biri fani həyatlar, digəri ölümsüz həyatlar yaratsaydı, hər biri digərinin yaratdığında yaratmaq istəyərdi. Ortaya bir qarışıqlıq çıxardı və əgər hər ikisi eyni maddəni və ruhu paylaşsaydılar, hansının payı daha böyük olardı? Yalnız bir mənbə ola bilər. Bunu başa düş, Hermes. İstər ölümsüz olsun, istər fani, istər şuurlu olsun, istərsə də yox. Hər bir canlı bədən, ruh və maddədən ibarətdir. Bütün canlıların ruhları var. İndi qeyd etmək istəyirəm ki, onlar bütün canlıların ruhları var deyəndə biz əslində canlandırıcı bir gücdən danışırıq. Yəni əslində daha dəqiq tərcümə budur. Yaşamayan şey sadəcə maddədir. Ruh öz-özlüyündə həyatın səbəbidir. Lakin bütün həyatın, hətta ölümsüz həyatın da səbəbi yaşayan hər şey yaradanın özüdür. Hermes soruşdu. Bəs onda niyə bəzi varlıqlar fanidir, bəziləri isə ölümsüz? Əgər həyat özü ölümsüzdürsə, niyə o bütün varlıqları ölümsüz etmir? Yaxşı sualdır. Ağıl cavab verdi. Bütün bu işləri görən birinin olduğu aydındır və onun bir olduğu daha aydındır. Çünki ruh birdir, həyat birdir, maddə birdir. Bir olan Tanrıdan başqa bu kim ola bilərdi? Canlı varlıqlara ruhu Tanrının özündən başqa kim üfürə bilərdi?
Kosmos birdir, günəş birdir, ay birdir deyib, Tanrını çox adlandırmaq cəfəngiyat olardı. Tanrı təkdir, baxın burası əslində çoxlu sirlərlə doludur. O əsasən aşkar edir ki, bir olan təkcə Allah deyil, əslində bütövlükdə maddənin özü də birdir. Beləliklə onlar ayrı deyillər, ayrı görünsələr də bir-birləri ilə əlaqəlidirlər və tək bir orqanizmdirlər. Planetlər yerlə eynidir, yer onun üzərində gəzən heyvanlarla eynidir. Hər bir insan ayrı və fərqli görünsə də əslində hamısı fərqli formalarda şəkilləndirən eyni maddədən ibarətdir. Həyatın özü birdir və ruh birdir və bu bir olan Allahdan başqa kim ola bilərdi? Bütün məxluqatın arxasında bu canlandırıcı qüvvə hansı formanı almalarından asılı olmayaraq yalnız Allahdır. O hər şeyi yaradar və bunu bir çox yollarla edir. Və Allahın həyatı, ruhu və ölümsüzlüyü yaratmasında bu qədər heyrətamiz olan nədir? Sən özün, ey insan, bu qədər çox şey edirsən. Sən görürsən, danışırsan, eşidirsən, qoxlayırsan, dadırsan, toxunursan, gəzirsən, düşünürsən və nəfəs alırsan. Qoxlayan ayrı, gəzən ayrı bir insan deyil. Hamısını edən bir nəfərdir. Eynilə etdiyin heç Tanrıdan ayrı deyil. Əgər bu işləri görməyi dayandırsaydın, artıq yaşamazdın. Əgər Tanrı öz əməllərini dayandırsaydı, hərçənd bu qeyri-mümkündür. O artıq Tanrı olmazdı. Deməli, necə ki biz nəfəs alırıq, hərəkət edirik və yaşayırıq, Allahın həyatı da onun yaratmaq və yaşatmaq əməlinə bağlıdır. Əgər o yaşatmağı və yaratmağı bir anlıq dayandırsaydı, artıq Allah olmazdı. Əgər heç nə fəaliyyətsiz mövcud ola bilmirsə, Allah necə fəaliyyətsiz ola bilər? Əgər o bütün şeyləri yaratmasaydı, nöqsanlı olardı, lakin kamil olduğu üçün o əbədi olaraq fəaliyyət göstərir və hər şeyi yaradır. Özünü mənə təslim et, Hermes. Allahın işinin bir olduğunu daha asan başa düşəcəksən və biləcəksən ki, bu mövcud olan mövcud olmuş və ya mövcud olacaq hər şeyin yaradılmasıdır. Bu həyatdır, bu gözəldir, bu yaxşıdır, bu Allahdır. Və əsasən bu Allahın əbədi yaradan olmasının bir təsviridir. Əsasən bu Allahın Xaliq adının təsvirinin başqa bir yoludur. Bunu təcrübədə başa düşmək üçün özünün həyat yaratmaq, nəsil artırmaq istəyini düşün. Lakin Allahın yaratması insanınki kimi deyil. Çünki o bundan nə bir həzz alır, nə də bunda bir şəriyi var. Yəni Allah kimi bizim də yaratmaq arzumuz var və ya biz də yaradırıq. Bir fərqlə ki, bizim yaratmaq arzumuz var. Amma onda belə bir şey yoxdur. O, həqiqi həzz və ya arzulara sahib olmaqdan ucadır. O tək başına iş görür, çünki onun işi elə özüdür. Əgər o yaratdıqlarından ayrı olsaydı, hər şey çökər və həyat sona çatardı. Deməli, etdiyimiz hər bir hərəkət onun tərəfindən dəstəklənir. Lakin hər şey canlı olduğuna və həyat özü bir olduğuna görə Allah Subhanahu və Taala elə o tək həyatdır və hər şey onun tərəfindən yaradılmışdır. Həyat ağıl və ruhun birliyidir. Ölüm birləşmiş olanın məhvi deyil, sadəcə bu ikisinin bir-birindən ayrılmasıdır. Allahın 99 adından biri Əl-Həydir, yəni diri olan. Hermesin əslində demək istədiyi odur ki, bu Əl-Həy adı yalnız Allaha məxsusdur. O, Allah ilə başqa biri arasında paylaşıla bilməz. O, diri olduğu üçün elə həyatın özüdür. Əslində Allahdan başqa heç kim həqiqətən diri deyil. O, öz həyatının bir hissəsini bizə borc verir. O, bizim həyatımızı bizimlə birlikdə yaşayır ki, biz yaşaya bilək. Lakin əslində biz hamımız ölüyük və diri olan yalnız O'dur. Əbədiyyət Tanrının surətidir. Kosmos əbədiyyətin surətidir. Yəni, əgər Tanrıya bir güzgü tutsaydı, onun surətlərindən biri nə olardı? Əbədiyyət özü. Yəni, sonsuza qədər davam edən bir şey kosmos əbədiyyətin surətidir. Günəş isə kosmosun surətidir. İnsan günəşin surətidir. İnsanlar dəyişimi ölüm adlandırırlar. Çünki bədən çürüyüb gedəndə
Həyat qeybə çəkilir, lakin hətta kosmosda dəyişir. Çünki onun hissələri hər gün qeybə keçir, lakin o heç vaxt məhv edilmir. Onun ehtirasları onun dövrləri və yenilənmələridir. Yəni o deyir ki, ölüm deyə bir şey yoxdur. Ölüm əslində mövcud deyil. Belə bir şey yoxdur. O sadəcə bizim bu dəyişimi təsvir etmək üçün uydurduğumuz bir şeydir. Kainatda heç nə ölmür, çünki kainatın özü tək bir orqanizmdir. Və biz demişdik ki, kainatın özü və ya kosmos əbədidir, elə deyilmi? Beləliklə, kosmos daim dəyişir, lakin heç vaxt ölmür. Ölmək o deməkdir ki, kosmos mövcudluğunu dayandırır. Və bu heç vaxt baş verməz və beləliklə kosmos həmişə dəyişim halındadır. Və biz də bunun bir hissəsiyik. Biz kosmosuq və buna görə də dəyişirik, lakin heç vaxt ölmürük. Ölmək deyə bir şey mövcud deyil. Ölüm yoxdur. Kosmos bütün formaları öz daxilində ehtiva edir. O onları xaricdən borc almır. O öz formalarını öz daxilində dəyişir. Əgər kosmos bütün formaları ehtiva edirsə, onun yaradıcısı necə olmalıdır? Əgər onun heç bir forması olmasaydı, o formalar yarada bilməzdi. Əgər o bütün formalara sahib olsaydı, kosmosla eyni olardı. Əgər yalnız bir formaya sahib olsaydı, kosmosdan daha kiçik olardı. Buna görə də deməliyik ki, onun yalnız bir fikri var. Gözlərlə görünməyən, özünə məxsus bir fikir. Lakin o bədənlər vasitəsilə hər şeyi görünən edir. Bədənsiz bir fikrin mövcud olmasına təəccüblənmə. Bu bütün formalara şəkil verən rəsmdəki kontur kimidir. Beləliklə o burada bu anlayışı daha da sübut edir ki, əslində biz Tanrının təxəyyülündə düşünülmüş bir fikirdən başqa bir şey deyilik. Və bu gecə danışacağımız mövzu üçün həqiqətən çox vacibdir. Beləliklə həyatı davam etdirmək və həyat yaratmaq xeyrin xalis tərifidir və Allah xeyrin özüdür. O xeyirdən başqa bir şey ola bilməz. Buna görə də o daim yaratmalıdır və əslində bu bizə Həftü Şərifin xüsusi bir fəslini xatırladır. Həftü Şərifdə İmam Sadiq əleyhissalamla Müfəssəl İbn Ömər arasında bənzər bir söhbət keçir. Müfəssəl İbn Ömər ondan soruşur, deyir, ey Mövlam, bəs Allah bundan sonra hər hansı məxluq yaradacaqmı? İmam Sadiq əleyhissalam buyurur, ey Müfəssəl, sən bu sualınla Allahın mülkünü və onun qüdrətini inkar etdin. Vay olsun sənə. Həqiqətən o həmişə baqi qalır. Yaratmağı, yaşatmağı, dirilməyi və öldürməyi heç vaxt dayandırmaz. Sən Allahın hökmranlığını, onun qüdrətini, əmrini və qadağasını dayandırmaq istəyirsən? Mən dedim, ey Mövlam və Rəbbim, onların alimləri bu barədə həmfikir idilər ki, vəssalam, Allah yaratmağı dayandırıb, o artıq təqaüdə çıxıb. 7-ci gün dincəlib, elə deyilmi? O hər şeyi yaradır və 7-ci gün dincəlir. O dedi, Allaha and olsun ki, onlar ucalar ucasının mülkünü inkar edirlər. Onun əmrini və qadağasını inkar edirlər və deyirlər ki, əmr nədir, qadağa nədir? Və heç bir mülk və heç bir hökmranlıq yoxdur. Vay onların halına. Allah onların dediklərinə qarşı köməkçimiz olsun. Vəssalam. Bu çox füsunkardır, dostlarım. Əhl-i Beytdən 100 illər, 1000 illər əvvəlki yazıların həmin eyni danışıq xəttini sanki eyni dövrdə yaşayırmışlar kimi davam etdirdiyini görmək həmişə çox füsunkardır. Bəzi sözlər xüsusi mənada başa düşülməlidir. Mən hər şeyi Allahın içindədir deyəndə, onların bir məkanda yerləşdiyini nəzərdə tutmuram. Məkan bədənlərə və sükunətə aiddir. Lakin Allahın daxilindəki şeylər sükunətdə deyillər. Onlar canlıdır və hərəkətdədir. Onu hər şey özündə ehtiva edən bir varlıq kimi düşün. Bədənsiz olandan daha geniş, surətli və güclü heç nə yoxdur. Bədənsiz olan hamısından daha əhatəli və ən sürətli, ən güclüdür. İndi özün barədə təfəkkürə dal, ruhuna əmr et. Yaxşı, bu həqiqətən bizə lazım olan yerdir. İndi mənə lazımdır ki, siz növbəti hissəyə köklənəsiniz. Həqiqətən diqqətinizi cəmləyəsiniz və möhkəm fokuslanasınız. İndi öz üzərinizdə təfəkkür edin, yaxşı?
Qoy hər kəs öz üzərində təfəkkürə dalsın. Ruhuna hər hansı bir yerə getməyi əmr et və o, sən əmri bitirməmişdən əvvəl orada olacaq. Ona dənizi keçməyi söylə, o dərhal orada olacaq. Məkanları aşaraq deyil, sadəcə olaraq orada mövcud olmaqla. Ona səmaya qalxmağı söylə. Onun qanadlara ehtiyacı yoxdur. Od, hava və ulduzlar ona mane ola bilməz. O hamısının içindən keçib kosmosun ən ucqar hüdudlarına çata bilər. Və əgər hətta ondan da o tərəfə getmək istəsən, sənə icazə verilib. Beləliklə burada ağıl Hermesə deyir ki, biz istədiyimiz hər yerə gedə bilərik. Xəyal edə biləcəyimiz hər yerə gedə bilərik və bunu anında edə bilərik. Bəs o burada nədən danışır? Bədənlərimizlə fiziki maddi olaraq getməkdən bəhs edir? Xeyr. Amma o deyir ki, ağlınla istədiyin hər yerə gedə bilərsən. Ruhunla təxəyyül, vizuallaşdırma və konsentrasiya vasitəsilə istədiyin hər yerə gedə bilərsən. Şuurunu ora daşıya bilərsən və biz bu gecə bunu dərindən araşdıracağıq. Bu tam olaraq bizim bugün girəcəyimiz mövzudur. Gör nə qədər gücə və sürətə sahibsən. Əgər sən bunu edə bilirsənsə, Tanrı eynisini edə bilməzmi? Tanrının bu şəkildə tanı. O kəs kimi ki, hər şeyi, hətta bütün kosmosun özünü öz daxilində düşüncələr kimi tutur. Əgər sən özünü Tanrı kimi etməsən, onu tanıya bilməzsən. Beləliklə burada indi o deyir ki, sən özünü Tanrı kimi etməlisən. Əgər özünü Tanrı kimi etməsən, gnosis yoxdur, mərifət yoxdur. Odur ki, əgər mərifətə çatmaq istəyirsənsə, nə etməlisən? Sən özünü düzəltməli və bənzərlik yolu ilə özünü Tanrı ilə birləşdirməlisən. Çünki yalnız bənzər bənzəri tanıyar. Buna görə də özünü ölçüyə gəlməz böyüklüyə çatdır. Bütün cisimlərin hüdudlarını aş, zamanın ötəsinə keç, əbədiyyətin özü ol. O zaman sən Tanrını tanıyacaqsan. Özün üçün heç nəyi qeyri-mümkün sayma. Özünü ölümsüz, hər şeyi bilən, bütün sənətləri, elmləri, həyatın bütün formalarını bilən kimi gör. İlahi, bizə burada bir peyğəmbər tərəfindən nə etməli olduğumuz əmr olunur. Gəlin bunu bir dəfə təkrarlayaq. O, İskəndərin dediyini deyir. İskəndər demişdi, inanan üçün heç nə mümkünsüz deyil. Hermes isə deyir ki, özün üçün heç nəyi qeyri-mümkün sayma. Əslində, ağıl Hermesə bunu deyir. Özünü ölümsüz, hər şeyi bilən, bütün sənətləri, elmləri, həyatın bütün formalarını bilən kimi gör. O bizə deyir ki, gərək dərk edə bilək ki, biz kosmosun özüyük. O bizə deyir ki, özümüzü kosmosdan müstəqil və ya kosmosun bir hissəsi kimi görməliyik. Əksinə, kosmosun özü kimi görək. O deyir ki, biz özümüzə səhv bucaqdan baxırıq. O deyir ki, kosmos heç vaxt ölmür. Kosmos əbədidir, biz də əbədiyik. Çünki biz kosmosuq və kosmosun daxilində bütün sənət elmləri və həyatın hər forması var. O bizik. Biz onlardan müstəqil deyilik. Biz elə oyuq. Öz daxilində bütün duyğuları, odu və suyu, quruluğu və rütubəti ehtiva et. Təsəvvür et ki, sən eyni anda hər yerdəsən. Yerdə, dənizdə, səmada, hələ doğulmamış halda, ana bətnində gənc, qoca, ölü və ölümdən də ötə. Əgər bütün bu şeyləri, zamanları, məkanları, hərəkətləri, keyfiyyətləri, kəmiyyətləri birlikdə dərk edə bilsən, o zaman Tanrını tanıya bilərsən. O bizə deyir ki, ağlımızı genişləndirməliyik. Əgər bunu nə vaxtsa edəcəksə, ilk addım budur ki, özümüzü sadəcə insan kimi görə bilmərik. Özümüzü kosmosun özü Allahın surəti kimi görməliyik. Lakin əgər sən ruhunu, bədənini həbs etsən və desən ki, mən heç nə bilmirəm, bax bunlar müqəssirlərdir, bunlar əksik olanlardır, bunlar cahil insanlardır, bunlar ağlı olmayan insanlardır. Əgər sən ruhunu, bədəninə həbs etsən, onlar öz ruhlarını tələyə salırlar. Deməli, ruhun kim tərəfindən tələyə alınıb? Elə özün tərəfindən. Əgər sən öz ruhunu, bədənini həbs etsən və desən, mən heç nə bilmirəm, mən heç nə edə bilmərəm, məni dənizdən qorxuram, mən səmaya qalxa bilmərəm, mən kim olduğumu və ya kim olacağımı bilmirəm. Onda səninlə heyvan arasında nə fərq var? Muhammed və Ali Muhammedə salavat göndərin.
Beləliklə qarşımızda çox sadə bir seçim var. Ya heyvan olmaq, ya da insan olmaq. Sən insan olacaqsan. Onda biz hər şeyin ötəsinə keçəcəyik. Mən hər şeyəm və hər şeyi edə bilərəm. Əslində mənim üçün qeyri-mümkün heç nə yoxdur. Və bu küfür deyil, bu xalis tövhiddir. Ya da mən heyvan ola bilərəm və sadəcə qorxub titrəyə bilərəm. Və deyə bilərəm ki, öləcəyəm, qalxa bilmirəm, kim olduğumu bilmirəm. Çaşbaş qalmışam, gəlirəm yoxsa gedirəm, mətbəxdə işləyirəm yoxsa ev təmizliyində. Əmin deyiləm. Sən yalnız bədənini sevdiyin və cahil qaldığın müddətcə yaxşını və ya gözəli tanıya bilməzsən. Yaxşı, deməli məhdudiyyətlərin hamısının bədənlə əlaqəsi var. Biz özümüzü bədənlə eyniləşdirə bilmərik. Biz özümüzü burada fərqli bucaqdan görməliyik. Ən böyük şər, ilahi ən böyük şər, hətta şeytanın özündən də böyük şər Tanrının xeyir olduğunu bilməməkdir. Lakin onu tanımaq iradəsi və ümidi, bax bu doğru yoldur, sirat-ül müstəqimdir, xeyir yoldur. O yola qədəm qoy və onu hər yerdə tapacaqsan. Oyaq olanda da, yatanda da, səyahət edəndə də, dincəlidə də, gecə-gündüz də, danışanda da, susanda da, çünki elə bir şey yoxdur ki, xeyrin surəti olmasın. Hermes dedi, Tanrı görünməzdirmi? Ağıl dedi, sus Hermes, kəs səsini. Tanrıdan daha görünən kim ola bilər? Elə məhz bu səbəbdən o hər şeyi yaratdı ki, onlar vasitəsilə onu görsün. Bu Tanrının xeyirxahlığıdır və onun fəzilətidir. Bu onun fəzilətidir, mövcud olan hər şey vasitəsilə görünmək. Heç nə, hətta bədənsiz olan belə həqiqətən görünməz deyil. Ağıl özünü öz təfəkküründə görür, Tanrı özünü öz yaradılışında görür. İndiyə qədər mən sənə bunları göstərdim. Ey 3 dəfə böyük, öz daxilindəki digər hər şey üzərində eyni şəkildə təfəkkürə dal və yolunu azmayacaqsan. Yaxşı, beləliklə ağılla birlik. Korpus Hermeticumda indiyə qədər üzərindən keçdiyimiz bütün dərslərdə, xütbələrdə gördük ki, insanın qayəsi Allah ilə birləşməkdir. Bənzərlik yolu ilə birlik, yəni Allaha bənzəmək. Bu bizim etməli olduğumuz şeydir ki, o ilahi xüsusiyyətlərlə, keyfiyyətlərlə o adlara öz içimizdə sahib olaq. Bu proses həmçinin nous və ya ağılla birləşmək yaxud ağlını tamamlamaq adlanır. Çünki ilahi ağıl hər şeyi təxəyyül edir. Hər şeyi yaradır və hər şeyi idarə edir. Nous ilə birləşən hər kəsdə olan hər şeyi idarə edir. Yəni vilayət təkviniyyə olur. Yəni bir şeyə ol deyir, o da olur. Yaxşı. Mehdi ağılları tamamlayır. İndi burada maraqlı bir hədis var ki, biz bunu bura əlavə etdik. Çünki görürük ki, İmam Əbu Cəfər Muhammed Baqir əleyhissalam buyurub, qaim qiyam edəndə Allah əlini bəndələrin başlarına qoyacaq və bununla onların ağılları birləşdirəcək və anlayışlarını kamilləşdirəcək. Burada görürük ki, Mehdinin missiyası, mesajı və məqsədi hermetik mesajlarla uyğundur. O ağılları öz ağlı ilə, ilahi ağılla birləşdirir. Və bu, orada çox vacib bir hissədir. Və budur, Sad surəsində bir ayə orada deyilir. Onların dediklərinə səbr et və qüdrət sahibi olan qulumuz Davudu xatırla. Amma əslində hərfi tərcümədə deyilir və qulumuz Davudu xatırla. O kəs ki, bir çox əlləri var idi. Həqiqətən o, daim Allaha yönələn idi. Beləliklə burada qaim əlləri ilə onların başlarına sığal çəkir və ya Allah əlini bəndələrin başlarına qoyacaq deyiləndə bu o deməkdir ki, o bəndələrinə lütfünü bəxş edəcək. O bəndələrini aydınladacaq. O bəndələrin ağıllarını tamamlayacaq. Mehdi yeri bükür. Bu da bu yaxınlarda gördüyümüz və yəqin ki, Hermesin dediyi və ya ağlın Hermesə dediyi o xüsusi rəvayəti oxuyarkən çoxunuz ağlına gələn şeylə bir növ uyğun gələn başqa bir rəvayətdir. Orada deyirdi ki, Hermes özünü kosmosun istənilən yerinə ata bilər.
O sadəcə gedə bilər və ya yeri bükę bilər və özünü kainatın istədiyi hər hansı hissəsində görə bilər. Burada İmam Baqir əleyhissalamdan nəql olunur ki, o buyurub: Bizdən olan qaim heybətlə dəstəklənəcək və ona ilahi zəfərlə yardım ediləcək. Yer onun üçün büküləcək. Belə ki, məsafələr onun qarşısında kiçiləcək ki, o istədiyi hər yerə gedib çıxa bilsin. Özünü ora ata bilsin və əshabı da özlərini ata bilsinlər. Onlarda teyülərz var, yəni yerin bükülməsi. Bu o anlayışdır ki, Muhammed və Ali Muhammedin rəvayətlərində keçir. Onlarla belə rəvayət var ki, orada görürsən ki, İmam Əli əleyhissalam, Muhammed peyğəmbər, imamlar istədikləri vaxt yeri bükę bilirlər və səhabələrini istədikləri hər yerə apara bilirdilər. Xəzinələr onlara aşkar ediləcək. Əgər o həmin gizli yerlərə girə bilməsə, xəzinələr ona necə aşkar ediləcək? Və onun hakimiyyəti şərqdən qərbə uzanacaq. Onun vasitəsilə Allah öz dinini aşkar edəcək. Hətta müşriklər buna nifrət etsələr də və yer üzündə bərpa edilməmiş heç bir xarabalıq qalmayacaq. Burada bunun 19-cu ayədə qeyd olunan ruhun yeri bükməsi və istədiyi yerə çatması anlayışı dərindən rezonans təşkil etdiyini görürük. Yaxşı, çağırış və konsentrasiya. Çağırmaq, müraciət etmək. Və bunun onunla çox əlaqəsi var. Əslində çağırışın başqa bir sinonimi yalvarışdır. Sən bir ilahı çağırırsan, bir ruhu çağırırsan, bir tanrıya yalvarırsan və ya müraciət edirsən. Sən bir ruha yalvarırsan, müraciət edirsən və ya onu cəzb edirsən. Sən müraciət etməyə və ya əlaqə qurmağa, sözlərini çatdırmaq üçün yol açmağa, sözlərini müəyyən bir ilaha çatdırmağa çalışırsan. Və burada xristianlıqda da çağırış adlandırdıqları yalvarış nümunələri var. Və bu İslamda və Yahudilikdə də var. Qədim Yunanistanda çağırışın qədim formasının nümunəsi var. Onlar ruhlara müraciət edəndə inanırdılar ki, onlar bu heykəllərdə məskunlaşırlar və ya heykəllər o ruhlarla və ya ilahlarla xüsusi əlaqə nöqtələridir. Və burada başqa bir növ sehirli çağırış var ki, onlar bu dairənin içində əlaqə qurmaq üçün bir ruh çağırırlar. Yəni varlıqlar arasında bir əlaqə var və indicə hermetik yazılarda üzərindən keçdiyimiz bütün bu anlayışın arxasındakı sehir də budur. Bir şeyə kökləndikdə o bir əlaqə yaradır. Biz son bir neçə mühazirədir bu barədə danışırıq və bu son söhbətdə həqiqətən hədəfi vurduq. Nə vaxt bir şey haqqında düşünürsənsə, ruhun yüngül bir şəkildə oradadır. Açar budur. Ağlın Hermesə öyrətdiyi bu idi. Nə vaxt sadəcə bir şeyə diqqətini cəmləyirsənsə, o zaman sən oradasan. Bu fəsildə təsvir olunan ağlın universal qanunudur. Ruhuna hər hansı bir diyara getməyi əmr et və o orada olacaq. Siz bir şey haqqında düşünəndə orada olursunuz. Başa düşürsünüz? Buna görə də belə bir deyim var. Səni düşünürəm, ruhən səninləyəm. Başa düşdünüz? Ağlımızın hara getdiyinin fərqində olmaq vacibdir. Çünki biz nə düşünürüksə, oyuq və haranı düşünürüksə oradayıq. Əgər qorxu içindəyiksə, deməli olduğumuz yer oradır və yaşadığımız yer odur və təcrübə etdiyimiz odur. Buna görə də bu həqiqətən çox vacib bir qanundur. Əgər evdə bunu izləyirsinizsə, dərhal bunun ekran görüntüsünü alın və yadda saxlayın. Çünki bu çox vacib bir qanundur. Ruhunuzun bir hissəsi, nurunuzun bir hissəsi düşündüyünüz hər yerə və hər kəsə çatır. Heç kiminsə gözünü sizə zilləyib baxdığını hiss etmisinizmi? Kim əvvəllər kiminsə ona bu cür baxdığını hiss edib? Əlinizi qaldırın. Və sonra çevrilib görürsünüz ki, həqiqətən kimsə sizə baxır. Siz onların gözlərini hiss etmirsiniz. Siz onların ruhunu, onların varlığını hiss edirsiniz. Heç kimisə düşünmüsünüzmü və onlar qəflətən zəng ediblər və ya həyatınızda peyda olublar? Sizin onlar haqqındakı düşüncələriniz və ya onların sizin haqqınızdakı düşüncələri bunun baş verməsinə səbəb olan əlaqəni yaratdı. Başa düşdünüz? Yaxşı, eyni şey ruhlar üçün də keçərlidir.
sən bir tanrıya, bir mələyə, bir şeytana və ya hətta bir insana diqqətini yönəldəndə, sənin şuurun vahid ağlın daxilində onların zonasına keçir və ya yer dəyişdirir. Hər kəsin bir zonası var. Bir şəxs haqqında düşündüyünüz zaman onun sizin baxışınızı hiss etdiyini dediniz. Ya da onun sizə baxdığını, ya sizi düşündüyünü hiss edirsiniz. Burada da eyni şey baş verir. Gözə görünməz aləmdəki bir ruh haqqında düşündüyünüz zaman, məhz onları düşündüyünüz üçün onlar qəfildən sizin onları düşündüyünüzün fərqinə varırlar. Bir varlığı düşünməklə sən onu ağlına çağırırsan və özünü onunla əlaqə qura biləcək bir vəziyyətə salırsan. Biz varlıqları və ya ruhları dərindən və məqsədli şəkildə düşünməklə özümüzü onlara kökləyə bilərik. Bu ünsiyyət üçün yol aça bilər, lakin bu onlara əmr etmək və ya onları məcbur etmək kimi deyil. Bu sadəcə ünsiyyət qura bilməyimiz üçün fərqindəliyi açmaqdır. Deməli, mənim deməyə çalışdığım nədir? Əgər siz Allaha yalvarırsınızsa, Allaha dua edirsinizsə və ya müəyyən bir ruha müraciət etməyə çalışırsınızsa, yaxud hətta bir insanı düşünürsünüzsə, sadəcə onları düşünmək o demək deyil ki, hər şey qəflətən, avtomatik olaraq təzahür edəcək. Lakin indi siz əslində bir xətt, onlarla ünsiyyət qura biləcəyiniz bir yol yaratmış olursunuz. Əlaqəni necə qurursunuz? Burada ninja tısbağalardan bir səhnə var. Hamısı odun ətrafında oturmuşdular və Splinter üçün darıxırdılar. Onun harada olduğunu tapa bilmirdilər və sonra qəfildən nə baş verdi? Onlar meditasiya halına girməyə başladılar. Splinter haqqında düşündülər və sonra birdən-birə Splinter ruh olaraq onların arasında peyda olur. Onlarla danışır və onlar onu eşidirlər və ağlamağa başlayırlar. Bu, filmdə çox emosional bir səhnədir. Yəni, biz səthi düşüncədən uzaqlaşdıqda, burada etdiyimiz kimi və ya bir ilaha, ruha və ya şəxsə sadəcə nəzər salmaqdan duyğuları sabit diqqəti və məqsədi çağırışı ehtiva edən dərin təfəkkürə keçdikdə həqiqi bir əlaqə baş verir. Yaxşı, indi diqqətinizi tamamilə toplamalısınız. Başqa heç kimə fokuslanmamalı və sadəcə o şəxsə və ya o ilaha fokuslanmalısınız. Dağınıq düşüncələri təmizləyirsiniz. Sadəcə tam və duyğularla fokuslanırsınız. Hər bir düşüncə o zaman ruhunuzu bir nur varlığı kimi o şeyə göndərir. Dərin təfəkkür ruhunuzu həqiqi iştirak kimi o şeyin içinə göndərir. Təmizlənmiş ilahi düşüncə ruhunuzun o şeyin arxasındakı arxetiplə ünsiyyət qurmasına imkan verir. Beləliklə, özünüzü təmizləmək, ilahi sifətləri, keyfiyyətləri özünüzdə təcəssüm etdirmək, həsəd, şər, kədər, qorxu kimi mənfi duyğulardan uzaq durmaq bu əlaqəni daha güclü edir. Bunun arxasındakı güc budur. Bir şey haqqında düşünməklə artıq əlaqə yolunu açırsınız. Aydındır? Ona dərindən konsentrasiya olduqda isə əlaqə qura bilərsiniz. Çünki artıq oradasınız. Dualar və ya çağırışlar. Əgər bir şəxs kiməsə konsentrasiya olmaq və ya onun haqqında düşünmək istəyirsə, foto albom çıxara və ya köhnə filmlərə baxa bilər. Onun köhnə ətrini iyləyə bilər, elə deyilmi? Bu əvvəllər başınıza gəlibmi? Bütün bunlar əlaqəni gücləndirməyə kömək edir, elə deyilmi? Eyni şey ruhlarla əlaqə quranda da keçərlidir. Onlar nəzirlər verir və ya ilahilər oxuyur. Yaxud çağırmaq istədikləri o ilahla əlaqəli təsvirlərə baxırlar. Eyni şey Allah üçün və həmçinin çağırış və ya dua olan yalvarışlarda da keçərlidir. Bir insan ritual olaraq özünü təmizləyə bilər, Qurana qulaq asa bilər və ya İncili, Tövratı oxuya bilər. Həmçinin dini sənət əsərlərinə baxa və ya dini geyimlər geyinə bilər. Bütün bu senarilərdə insan daha ali bir gücü çağırmağa çalışır. Və bilirsiniz, maraqlı tərəfi nədir? Əhl-i əleyhissalamdan bir hədis var ki, orada Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurur. Namaz möminin meracıdır. Bunun səbəbi odur ki, mömin ruhu ilə Allahın aləminə və ya Allahın hüzuruna səyahət edir. Bu hədis burada bizim dediyimiz şeyi sübut edir. Sadəcə bir ilahı düşünmək, bir səbəbi, bir insanı, bir ruhu düşünmək sənin həqiqətən ora nəql olunmana səbəb olur. Peyğəmbərin dediyi budur. O deyir ki, namazda Allaha fokuslanan mömin meyrac halındadır. O, ruhən Allahın hüzuruna qalxır.
onun ruhu və ya nuru ora yüksəlir. Bunun səbəbi odur ki, mömin ruhu ilə Allahın aləminə və ya Allahın hüzuruna səyahət edir. Bu, Hermesin düşüncə vasitəsilə səyahət etmək haqqında danışdıqlarından heç də fərqlənmir. Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurub, Allah əvvəlkiləri və sonuncuları, bütün məxluqatı təyin olunmuş bir gün üçün cəm edəcək. Onlar 40 il gözləri göyə zillənmiş halda mühakimənin başlamasını gözləyərək ayaq üstə duracaqlar. Sonra qüdrətli və uca Allah buludların kölgəsində ərşdən kürsüyə gələcək, bir carçı nida edəcək. Ey insanlar, sizi yaradan, sizə ruzi verən, ona heç bir şərik qoşmadan, yalnız ona ibadət etməyi əmr edən və indi hər qrupa dünyada ibadət etdikləri kimsəni rəhbər təyin edən Rəbbinizdən razı deyilsinizmi? Məgər bu Rəbbinizdən olan ədalət deyilmi? Yəni Allah hamını toplayır və deyir, hamı toplansın, yaxşı, ay cəmaat, hazırsınız? Mən sizin hər birinizi ibadət etdiyiniz şeylərlə bir yerə qoyacağam. Bu insafdan deyilmi? Bu ədalət deyilmi? Onlar deyirlər, bəli, tamamilə doğrudur. Bu ədalətlidir. O zaman hər bir qövm ibadət etdiyi şeyin ardınca gedəcək. Günəşə ibadət edənlərin qarşısında günəş qoyulacaq və onlar günəşin ardınca gedəcəklər. Aya ibadət edənlər ayın ardınca gedəcəklər. Ay orada hazır olacaq. Bütlərə ibadət edənlər isə bütlərin ardınca gedəcəklər. Və Məryəm oğlu İsa'ya ibadət edənlərin önündə isə İsa'ya bənzəyən bir şeytan zühur edəcək. Ərəbcə versiyasında əslində İsa'nın şeytanı deyilir. Çünki hər bir insanın bir şeytanı və ya bir qərini var. Hətta bir hədisdə Peyğəmbərdən soruşdular ki, sənin də şeytanın varmı? O cavab verir, bəli, amma mənim şeytanım İslamı qəbul edib. Beləliklə İsa'nın şeytanı, yəni İsa'nın qərini insanların qarşısına çıxır və İsa'ya ibadət edənlər əslində onun şeytanına ibadət etdiklərini anlayır və onun arxasınca gedirlər. Üzeyrə ibadət edənlərin önündə isə Üzeyrə bənzəyən bir şeytan zühur edəcək və Allahdan başqasına ibadət edənlər ibadət etdikləri ilə birlikdə gedəcəklər. Bu vacib bir rəvayətdir. Niyə? Çünki bu, hər hansı bir insanın xəyal edə biləcəyi hər şeyin əslində həqiqətən mövcud olduğunu göstərir. Onların nə vaxtsa təsəvvür etdikləri hər bir ilah əslində həqiqətən mövcuddur. Çünki Allah Subhanahu və Taala daha əvvəl xəyal etdiyindən başqa heç kim, heç nə xəyal etmir və Allahın daha əvvəl təxəyyül etdiyi hər şey vücuda gəlir, həyat tapır və ya həqiqi mövcudluğa malik olur və məhz bu səbəbdən qiyamət günündə heç kim ibadət etdiyi şeydən ayrı qalmayacaq. Sonra Muhammed Peyğəmbər sallallahu aleyhi və alih və onun ümməti qalacaq. Allah Subhanahu və Taala onlara özünü zahir edəcək və deyəcək, niyə digər insanların getdiyi kimi siz də getmədiniz? Onlar cavab verəcəklər, bizim görmədiyimiz bir Rəbbimiz var. O soruşacaq, əgər onu görsəniz tanıyarsınız? Onlar deyəcəklər, bizimlə onun arasında bir əlamət var. O, onu aşkar edəndə biz onu tanıyacağıq. O soruşacaq, o əlamət nədir? Onlar cavab verəcəklər. O, baldırını, ayağını açacaq. Sonra o, baldırını açar və iman gətirənlərin hamısı səcdəyə qapanar. Yalnız riyakarlıq üçün səcdə edənlərdən, yəni münafiqlərdən başqa. Onlar bunu edə bilməyəcəklərini görəcəklər. Sonra Allah əmr edəcək. Başınızı qaldırın. Onlar qalxacaqlar və hər birinə əməllərinə görə bir nur veriləcək. Bəziləri üçün o, önlərində bir dağ kimi, bəziləri üçün bir xurma ağacı kimi, bəziləri üçün bir insanın əli kimi parlayacaq. Ən az nur verilən üçün isə ayağının baş barmağının üzərindəki nur kimi yanıb sönəcək. Nur parladıqda o irəliləyəcək, söndükdə isə dayanacaq. Allah onları atəşin üzərindən keçirəcək. Sirat saçdan incə və qılıncdan iti olacaq. Onlar öz nurlarına uyğun olaraq keçəcəklər. Bəziləri göz qırpımı kimi sürətli, bəziləri ildırım kimi, bəziləri külək kimi, bəziləri çapan atlar kimi, ta ki sonuncusu əlləri və dizləri üstündə sürünənə qədər. Od ona toxunsa da xilas olacaq. Xilas olduqda həmd edərək deyəcək, həmd olsun Allaha ki, mənə məndən əvvəl heç kimə vermədiyini verdi. Məni cəhənnəmi gördükdən sonra ondan xilas etdi və cənnətin qapısındakı hovuza gətirilər. Yuyunar və onun qoxusu və rəngi cənnət əhli kimi olar. O qapıdan baxar və deyər, Rəbbim, icazə ver daxil olum. Allah deyər, səni oddan xilas etdikdən sonra
hələ məndən cənnəti də istəyirsən. Allah onu qəbul edənə qədər israr edər. Sonra Allah ona bir-birinin ardınca hər biri əvvəlkindən daha möhtəşəm olan saraylar bəxş edər. Ta ki o adam deyər: "Ey Rəbbim, mənə o qədər çox verdin ki, daha çoxunu istəməyə utanıram." Allah cavab verər: "Sənə dünyanın mislini və 10 qat artığını verməyimlə səni razı salmayım?" Adam deyər: "Sən qüdrətli Rəbb olduğun halda mənə istehza mı edirsən?" Peyğəmbər sallallahu aleyhi və aleyh gülümsədi və Abdullah ibn Məsud dedi: Peyğəmbər hədisdə bu məqama çatanda azı dişləri görünənə qədər gülümsəyirdi. Sonra Allah deyər: "Mən buna qadirəm, istə." Adam deyər: "Məni cənnət əhlinə qovuşdur." Allah bunu ona bəxş edər və o qarşısında mirvari bir saray ucalana qədər sevinclə qaçar. Rəbbini gördüyünü zənn edərək səcdəyə qapanar. Ona deyilər ki, bu sənin məskənlərindən yalnız biridir. Və beləliklə o, mələklərin müşayiəti ilə parlaq cəvahiratdan olan məskənlərinə və cənnətdəki yoldaşlarına tərəf irəliləyər. Təşəkkür edirəm və mən sözlərimi bizi növbəti mühazirəmizə aparacaq bu fikirlə yekunlaşdırmaq istəyirəm. Lakin istəyirəm ki, hamımız İmam Sadiq əleyhissalamla Müfəssəl İbn Ömər arasında baş verən bir söhbət üzərində təfəkkür edək. Müfəssəl İbn Ömər İmam Sadiq əleyhissalamdan soruşdu: Niyə yer üzündə bu qədər çox kafir var? Niyə daha çox mömin yoxdur? İmam Sadiq əleyhissalam cavab verir və deyir: Çünki möminlərin çoxu yüksəldilər və səmalara qalxdılar. Buna görə də möminlərin çoxunun yuxarıda olduğunu görürük. Burada isə heyvanlar və kafirlərlə baş-başa qalmışıq. Başqa sözlə, o deməyə çalışırdı ki, hər dövrün imamına əsasən yalnız yer əhli itaətsizlik edir. Halbuki hər bir imama, peyğəmbərə və rəsula səma sakinləri tərəfindən çox böyük həvəslə itaət olunur. Elə buna görə də belə rəvayətlər var ki, peyğəmbər vəfat etməyə hazırlaşanda, Hizgil diri-diri dərisi soyulmağa hazırlaşanda mələklər enirlər və deyirlər: Bizə əmr ver və biz bütün bu yer üzünü məhv edək. Eyni şey Kərbalada Hüseyn əleyhissalamla da baş verdi. Eyni şey Məryəm oğlu İsa ilə də baş verdi. O zaman ki, onu çarmıxa çəkmək üçün həbs etmək istədilər. Beləliklə, rəvayətlərdə təkrar-təkrar gördüyünüz o ruhani varlıqlar digər tərəfdə görünməz aləmdə olan və hər dövrdə haqqı dəstəkləməyə hazır olan varlıqlardır. Və onlar o kəslərdir ki, sayları minlərlədir və qaimin və əshabının gəlişini gözləyirlər ki, onlara qələbə bəxş etsinlər. Elə buna görə də rəvayətlərdə həmçinin bildirilir ki, qaimin sağında Cəbrail, solunda Mikail olacaq. Və onunla birlikdə mələklər olacaq. Çünki ruhani varlıqlar çağırışa cavab verirlər və onlar sizə cavab verirlər. Hər dövrün və zamanın imamı tərəfindən onlardan alınan əhdə itaət etmək bir kənara dursun. Sən yalnız onlara bir düşüncə ilə iman gətirsən belə, onlar sənə cavab verərlər. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.